bir Müslümanın əxlaqını ən çox biruzə verən amillərdən biri də insanın dilidir. İnsanın əməlləri, davranışı və həmçinin tez hislənməsi, bunlar hamısı insanın əxlaqını biruzə verən amillərdəndir. Ancaq ən çox biruzə verən amili nədir? Dildir. İnsanın danışdığı danışıqdır. İnsanın başqa bir müsəlmanla, başqa bir insanla olduğu müamələsidir. Necə ki bizdə də deyirlər, atalar sözləri, deyirlər ki, danış, sənin kim olduğunu deyim. Danış, sənin kim olduğunu deyim. Bu barədə, dil barədə Peyğəmbər sallallahu aleyhi və səlləmdən çoxlu rəvayətlər nazil olmuşdur. Və həmçinin dil elə bir şeydir ki, insanın dilindən çıxdığı elə bir söz yoxdur ki, o yazılmasın. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Və laqad xalaqnal insana və na'lamu ma tuwaswisu bihi nefsuhu və nahnu aqrabu ilayhi min hablil varid." İnsanı biz yaratdıq və nəfsinin ona nəyi əmr etdiyini də biz bilirik. Biz ona şah damarından daha yaxınıq. İz yetələqqal mutalaqqiyan anil yemini və anil şimali qa'id. Onun sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alırlar. Mə yelfizu min qawlin illə ladeyhi raqibun atid. Və dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş mələklər olmasın. İnsan bilməlidir ki, çıxdığı hər bir söz mütləq qeyd olunacaqdır. Və qiyamət günündə ona heç bir şey əlavə olunmadan və heç bir şey əskidilmədən ona göstəriləcəkdir. Ona ərz olunacaqdır.